Rayonda iş var yoldaşlar. Mən sizə bir sıra rayonda olan işlərdən bəhs etmək istəyirəm. Onların arasında Gəncə var, Ağdaş var, Qəbələ var, Qarabağ var. Misal üçün Qarabağda Xankəndi var, Şuşa var. Sonra gözətçi işi var Şirvanda, Balakəndə iş var. Sonra Ağcabəddə iş var. Sonra Şəmkirdə iş var, Qubada, İmişlidə, İsmayıllıda, Salyanda, Qəbələdə, Ağdaşda və s. Bu işlərdən bəhs etmək istəyirəm. Bunlar sadəcə az bir qismidir ki, mən sizinlə paylaşıram. Yəni, bu demək deyil ki, olan işlər elə ancaq bunlardan ibarətdir. Xeyr, mən sadəcə bəzi cəhətlərinə görə seçib onları sizlərdən paylaşıram ki, xəbərdar olasınız bir qismi ilə. Amma belə əksəriyyəti ilə, bir çoxu ilə xəbərdar olmaq istəyirsə də özəl dəstək əldə edə bilərsiniz. Özəl dəstəklər üçün də əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunub. Misal üçün, Yurbank Kommersiya Bankında region üzrə mikromaliyyələşdirmə üzrə təcrübə çəkişi var yoldaşlar. Tələbləri nədir? Ali təhsilli olun, riyazi hesablama aparmaq qabiliyyətiniz olsun, təhlil etmək bacarınız olsun, ünsiyyət qurma bacarınız olsun, Azərbaycan dilində sərbəst danışmaq bacarınız olsun. Bu region üzrədir. Bu deməkdir ki, yəni Azərbaycan digər hansı rayonlarında yaşamanızdan asılı olaraq müraciət edə bilərsiniz rahatlıqla. Gözətçi işi var, Şirvandadır yoldaşlar. Şirvandadır. Prime Coating şirkətindədir. Bu işə müraciət edə bilərsiniz. Kim olmalısınız? Mühafizə və ya təhlükəsizlik sahəsində iş təcrübəsi olanlara daha üstünlük verilə bilər. Amma üstünlük verə bilər. Yəni, bu demək deyil ki, mütləq o sadə təcrübəniz olsun. Yəni, təcrübəniz olmayıb da başqa bir üstün özəlliyiniz ola bilər ki, onun əsasında sizi seçə bilərlər. Balakəndə iş var idi, amma artıq yoxdur o yoldaşlar. Balakəndə misal üçün paketləmə fəhləsi işi vardı, artıq yoxdur. Ona müraciət qəbul artıq dayanıbdır. Çünki hər zaman olmur belə işlər. Ona görə də sürətli şəkildə tutula bilir. Agrotrade idi bu arada. Rayonlarda ümumiyyətlə paketləmə işləri az olur. Gözətçi işi Ağcabəddə də var, Prime Coating şirkətində yoldaşlar. Bu amma mütləq şəkildə sizdən təcrübə tələb edir. Fikir verdinizsə, bayaqları biri o da Prime Coating'daydı, amma başqa şərtlərlə vacib deyil. Amma bu məhz Ağcabədi üzrə olan variantında, Ağcabəddə düzdürmü? Bir dəqiqə, dəqiqləşdirim, bir daha baxım. Ağcabədi üzrə olan variantında artıq sizdən birmənalı olaraq həm bir illik iş təcrübəsi tələb edir, həm orta təhsil tələb edir, həm də hərbi xidməti başa vurmuş olmalısınız yoldaşlar. Ağcabəddə olan. O biri variantında elə bir tələb yox idi. Sonra xadimə təmizlikçi işi var. Azinvest İnşaatda, Kəlbəcər rayonundadır yoldaşlar. Belə bir işə müraciət edə bilərsiniz. Əgər oralarda yaşamaq istəyirsinizsə. Qarabağda misal üçün Şuşada da iş olmalıdır. Bu qismli, bu tipli oteldə olmalıdır. Orada bu arada iki variant olmalıdır Şuşa Hospital'da qrupda. Ambulans sürücüsü işi var Qarabağ Universitetinin klinikasında, Xankəndində yoldaşlar. Sürücü kimi minimum 5 illik iş təcrübəniz olmalıdır, BS kateqoriyanız olmalıdır. Gecə və növbəli iş rejimində işləməyə hazır olmalısınız. Sonra müəllim işi var, bu da Xankəndindədir yoldaşlar. Heydər Əliyev müasir təhsil kompleksindədir. Ən azı 1 illik iş təcrübəniz olmalıdır. C1 səviyyəsində ingilis dilini bilməlisiniz. Sonra Xalq Bankda iş var Xankəndində yoldaşlar. Müştəri xidmətləri və kasserliyi üzrə. Bura müraciət edə bilərsiniz. Ciddi şərtləri yoxdur. Ali təhsilli olmalısınız amma. Kompüter bilikləriniz olmalıdır. Az öncə dediyim kimi Şuşa Hospital'da qrupda təmizlik şöbəsinin əməkdaşı işi var. 650 manat civarında. Şuşa şəhərində 5 günlük iş həftəsinə malikdir. 9-dan 6-ya kimidir. Həmin yerdə həmçinin texniki işçiyə, qabyana da ehtiyac var. Bu isə 600 manat civarında olan bir işdir. Amma iş müddəti 3 aydır yoldaşlar. 5 günlük iş həftəsinə malikdir. 9-dan 6-ya kimi. Təcrübə vacib deyil. Bayaqkında misal üçün 1 illik iş təcrübəsi tələb olunurdu. Amma bu qabyan işində təcrübə tələb olunmur. Elektrik işi də var Şəmkirdə, Edən Agroda yoldaşlar. Bu Edən Agroda Azər şirkətinin tərkibində olan bir işdir. Energetika sahəsində 2 ildən çox iş təcrübəniz olmalıdır. Müvafiq sahə üzrə də peşə təhsiliniz olmalıdır. Bundan əvvəl Unibankın Quba filialında da iş var yoldaşlar.
az şərtli işlərdən biridir. Ali təhsil tələb edir, Excel və Word proqramlarından işləmə bacarığı tələb edir, rəzi hesablamalar aparmaq bacarığı. Bank sahəsində karyera qurmaq istəyirsə, belə işlərdən tramplin olaraq, belə deyim də, pilləkən olaraq istifadə edə bilərsiniz. Satış məsləhətçisi var İmişlidə, Kontoxomdadır yoldaşlar. Satış qabiliyyətli bir şəxsinsə müraciət edə bilərsiniz. Sonra qabiyan və xadimə işi var İsmaillidə, Sərin-Dərə İstirahət Mərkəzindədir yoldaşlar. Saat 10-dan xadimənin işi misal üçün saat 10-dan 9-a kimidir. Yemək və qalmağa otaqla da təmin oluna bilirsiniz. Bundan əlavə forklift operatoru işi də var İsmaillidə, Coca-Cola'da yoldaşlar. Xəbəriniz olsun, 3 aylıq bir işdir. 2 illik iş təcrübəniz olmalıdır. Forklift vəzifəsinə sahib olmalısınız. Bundan əlavə Səlyanda iş var. Mikro və aqro müştərilər üzrə işçiyə ehtiyac var. Ali təhsil tələb edir, yüksək ünsiyyət qurma bacarığı tələb edir. Bundan əlavə Qəbələ rayonunda meyvə bağına ailəvi işçi lazımdır. Xırda buynuzlu heyvanata baxacaqsınız. Noxur qışlaqdadır. Bundan əlavə yoldaşlar, kənd təsərrüfatı işçisi həmçinin Ağdaş rayonunda da var. 100 baş qoyundur, 10 baş inəkdir. Qoyunlar öz sahənizdə güdülür. Ferma ilə sahənin arası 100 metrdir. Gələn adamın, yəni işləyən işçinin öz malı da, qoyunu da olarsa özü ilə gətirə bilər. Maaş 500 manatdır, amma diqqət edin, burada bəzi məsələlərə 2 otaq verilir, bir mətbəx verilir. Şəraitli evdir. Gələn adam uşağı varsa, uşağı da gətirə bilər, köməyi varsa. Yəni bağlarından əlavə maaşdan belə deyim də, siz ticarətlə də məşğul ola bilirsiniz. Elə bir fürsət də var ki, onun nəticəsində də 1000 manatdan yuxarı çıxa bilər aylığınız. Artıq onu həmin o iş yeri ilə özünüz ətraflı danışıb fürsətləri dəyərləndirə bilərsiniz. Gəncədə iş var yoldaşlar, Xalqbankda. Ali təhsil tələb edir, şəxsi nəqliyyat vasitəniz olmalıdır, ofis proqramlarını bilməlisiniz. Sonra Umiddə mağazalar şəbəkəsində fəhlə işi var yoldaşlar. Gəncə üzrə 18-50 yaşlı 700 manat civarında fiziki cəhətdən sağlam olanlar üçündür. Sonra Gəncədə fəhlə işi Gəncə anbarında da var, Kontoxomun. Ağır çəkili, veri qabiliyyətli yüklər, o cümlədən məişət texnikasını qaldıra və ya daşıya bilməlisiniz. Sonra Gəncədə yoldaşlar 1000 manat civarında olan xəstə baxıcı işi var. 55 yaşa qədər olan xanımlar üçündür. İş saatı 24 saatdır, baxıcı gecələrdə qalacaq. Deməli 38 yaşlı bir bəyə lazımdır. Fiziki olaraq sərbəst hərəkət edir, amma qıçlarında tutulması var, diabet xəstəsidir, ağır dərəcədə görməklə bağlı məhdudiyyəti var. Bir qızı var, yoldaşı rəhmətə gedib, belə deyim, vəfat eləyib. Belə bir variant da var. Əməli başlı, yəni belə deyək də, qulluqçuluq edəcəksiniz. Təkcə baxıcılıq yox, belə deyim. Çünki daimi yanında olub qayğı göstərəcək, məsuliyyətli və diqqətli bir xanım axtarılır. Uşaqlı xanımsınızsa, hətta öz uşağınızı da özünüzlə bərabər gətirə bilərsiniz bu arada. Maaş da arta da biləndir. Bundan əlavə paketləmə işi də var yoldaşlar. Şampun fabrikinə işçiyə də ehtiyac var. İstehsalatdır. Qablaşdırma, dolum, etiketləmə işidir. 18-50 yaşlı iş təcrübəsi olan xanımlar üçündür. İş saatı da 9-dan 5-ə kimidir. Maaş gündəlik və yaxud da aylıq da verilə bilir. Belə bir işdir. Bu işlərdə müraciət etməkdə dəstək istəyirsə və yaxud da digər işlərlə də tanış olmaq istəyirsə, ümumiyyətlə iş tapmanızı səhvini çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur.